Gəlin baxaq. Çox dəhşətli bir qəzadır. Sosial şəbəkələrdə aldığım məlumata görə sedan avtomobilində 2 nəfər yerindəcə həlak olublar. Yollarda böyük tonajlı avtomobillərdən həmişə ehtiyat saxlamaq lazımdır. Çünki bunların əyləc məsafəsi daha fərqli olur. Yəni sedan avtomobillərinə baxdıqda, yəni avtomobilin çəkisi nə qədər çox olursa, bir o qədər də əyləc məsafəsi daha uzun olur. Bəzən gördüyümüz kimi bu videoda yolun yağışlı olduğuna görə daha sürüşkən olur və təbii ki, yük maşınının avtomobili idarə etməni itirərkən orada artıq heç nə edə bilməzdi. O sadəcə çalışırdı ki, avtomobili necəsə saxlasın və qarşısına çıxan avtomobil bu qəzadan qaça bilərdi. Həmin o sedan avtomobil. Yəni burada sadəcə gördüyümüz kimi sağ tərəfdə də bir çəmənlik otluq var idi ki, hələ ki rahat şəkildə avtomobili qaçırdıb, yoldan çıxıb, avtomobili saxlayıb bu qəzadan tamamilə qaçıb və bugünkü gün bəlkə də həyatda idilər. Öncədən ən azından, yəni başa düşürəm, kiminsə göz problemi ola bilər, kimsə eynəkdən istifadə edə bilər, amma ən azından 100 metr irəli baxmaq lazımdır. Bəlkə də burada sürücü çox gec görüb yük maşınını, telefondan istifadə edib, necə ki biz yollarda görürük, hamı bir telefon alır əlinə. Yəni telefona baxarkən artıq 2-3 saniyədə görüntünü itirir, yəni ki, diqqəti yayınır. Diqqəti yayındığına görə də 3 saniyə sonra elə telefondan gözünü qaldırarkən görür ki, qarşısında bir hadisə və yaxud da nəsə bir adam çıxır, maşın çıxır. Sizcə bu sürücünün diqqəti harda idi?